Biz əslində ümidi yanlış anladığımıza görə bizim hansısa gözləntilər özünü doğrultmayanda biz deyirik ki, ümid işləmir. Klassik məntiqdə elmin qismləri bölməsində bir təsəvvür, bir təsdiq mövzusunda belə bir bölmə keçir. Deyilir ki, insanın hansısa bir mövzuya olan psixoloji halətləri bir neçə qrupa bölünür. Birincisi vəhmdir. Vəhm odur ki, hansısa bir iş həyata keçəcək yoxsa yox. Əgər onun həyata keçməyinə sənin inamın 20%-dirsə, bu artıq vəhmdir, 50-dən aşağıdır. Əgər 50-dirsə, ola da bilər, olmaya da bilər. Bu artıq şəkdir. Bu ikinci mərhələ. Üçüncü mərhələ zəndir. Artıq 50-dən yuxarıdır, ancaq 100-dən aşağıdır. Sən deyirsən, böyük ehtimalla bu alınacaq. Ancaq 100% əminsən, yox, 100% əmin deyiləm. Yəni, zənnin yeri vəhm və şəkdən üstündür. Bir də son üst mərhələsi var, yəqin. Yəni, sən əminsən ki, bu iş alınacaq. Bu sanki bir işi görürsən, artıq üfüqdə gəmi gəlir. Mən əminəm ki, o məni nicat verəcək, gəlib məni bu adadan xilas eləyəcək. Bu artıq yəqindir. Ümid vəhm deyil. Əgər ümid vəhm olanda, yəni 50-dən aşağı olanda, bu artıq məyusluqdur. Əslində psixologiya gəlir, insanı o vəhmdən qaldırır. Şək də deyil. Yəni bu işim ola da bilər, olmaya da bilər. Bu səni yenə də passivliyə yönəldəcək. Vəhm də, şək də səni passivlikdə saxlayır. Ümid yəqin də deyil. Əslində ümid zəndir. Yəni şəkdən yuxarıdır, ancaq yəqindən aşağıdır. Həmişə bir ehtimal verirsən ki, alınmaya bilər. Daha alternativ, gözəl bir variantlar gələ bilər. Bax, bu gözəl alternativləri sən həmişə beynində tutduğuna görə o ümid sənin üçün fəlakət olmur. Nietzsche ümidi vəhm kimi anlayır. Nietzsche deyir ki, ümid insanı passivliyə aparır. Əslində ümidsizlik insanı passivliyə aparır. Ümid səni hərəkətə doğru aparır. Ümidin bir dənə də forması var, o da sənin üzərində olan məsuliyyəti icra eləmək. Bax, üzərində olan məsuliyyəti icra eləmək özü də bir ümiddir. Yəni mən o gücü, o potensiala malikəm ki, üzərimdə olan vəzifəni icra eləyim. İnsan anlasa ki, ümid çox şaxəli və tam yəqinlik deyil, bir də vəhm deyil və düzgün izah nəticəsində artıq bu yavaş-yavaş başa düşər, içimdə olan o hiss doğrudan da ümidin tərifinə uyğun gəlir, yoxsa uyğun gəlmir.